Hər vaxtınız xeyir. Masazır qəsəbəsində Bakı-Sumqayıt yolunun üstündə belə bir 10 sotun içində kupçalı şəxsi tikili ev satılır. Baxın, bu navesin eni, bax buradan iki turba arasındakı məsafə təkcə 7 metrdir. Çox böyükdür. Üstü də işlənilib. Şəxsi tikilidir, keyfiyyətli. 2 mərtəbəli, mərtəbə arası monolit beton. 9 otaqlı həyət evi. Evin içində sizə göstərəcəm. Evin arxasında, qabağında, hər yerində yeri var. Bütün meyvə ağacları var. Tut ağacından tutmuş, əzgil ağacı, hər bir. Sadəcə sahibi burada olmadığından biraz baxımsız qalıb. Kanalizasiyası, qazı, suyu, işığı, hər bir şəraiti var. Bax, bu evin arxasında da bu tikililər də bu evə məxsusdur. Ev suvanıb. Burada belə tikililər var. Burada həyətdə hamam tualeti var, qardirovları var burada. Baxın burada. Evin pəncərələrinin reşotkasından tutmuş birinci mərtəbədə qoyulub, suvanıb. 10 sot kupçalı torpağın içində yerləşir. Həm evin, həm torpağın. Burada ev olub. Əvvəllər yaşayış olub. Üstünü qaldırırsaz, bu da geniş bir evdir. 3 otaq da eləmək olar. 2-dən 3-ə düzəldilmə evdir. Bax, bu da yenə əlavə bağıdır. Bunlar artıq əşyalardır, götürülənəcək. Evin arxasında, qabağında geniş məsafə var. Düz o tindən o birisi tinə kimi yoldur. Küçə də genişdir. Yola düşən ərazi hardasa 30 metr var. Ən azı. Burada da belə, bağın içində də belə bulaq kimi düzəllənib belə. Şəxsi özü üçün tikilmiş evdir. Sadəcə baxımsız qalıb. Neçə illərdir ona görə. Bax, bu da evimiz. Daxil oluruq evimizə. Bax, burada belə. Burada hamam ayrıdır. Tualet ayrıdır. Buradan ikinci mərtəbəyə çıxışdır. İndi qalxıb göstərəcəm. Birinci mərtəbədə yerləşir bizim böyük, çox böyük, belə deyək də, 4,5-ın 9 metriyə. Belə bir zalımızdır, təmirlidir. Gördüyünüz 3 dənə də otaqlardır. Birinci mərtəbədə 4 otaq, bir də burada belə bir mətbəx. Buranı da otaq hesab eləsək, buradan birinci mərtəbədə 5 otaq olur. Buranı saymıram, 4 otaq, belə deyək. İndi otaqları bir-bir göstərim sizə. Bax, əşyalar var burada yığılıb. Təxminən 4-ün 4-ə 1. Burada da yenə 4-ün 4-ə 1 otağı. Pola laminat vurulsa yaxşı olar, amma pol qalındır, qaşınsa, şilfovka olunsa. Bu da 3-cü otağı. İndi qalxaq 2-ci mərtəbəyə. 2-ci mərtəbədə bu da həyətin çöl görünüşüdür də, bayaq dönüb göstərmədim. Qalxıq 2-ci mərtəbəyə. 2-ci mərtəbədə də yenə də otaqlarımızın sayını göstərəcəm. Orada da mətbəx var. Bax, bura bir otaq kimi. Bilməm də otaq sayaq yoxsa nədirsə, gördüyünüz bura.
Şimdi burada geniş balkon da var. Onu da size göstereceğim. Buradan daxil olduq və burada bayaq aşağıda 9 metr dedim. Bu hardasa 12 metr. 11-12 metrlik böyük 4 yarımın 12 metreye. Belə bir zalı var. Gördüğünüz 3 tane de yataq otağı burada. 4 bu, eynisi de aşağı 4 orada. Bunun altı o başı mətbəx idi. Burada yerləşir otaqlarımızdan biri. Burada yerləşir digər otağımız. Bu isə 3-cü otağımız. Bu isə 3-cü otağımız. Telefonundan tutmuş vardı. Tam yaşayışlıdır. Biz təmiri baxımsız qalır. Burada da indi baxaq görək burada nədir. Burada da ikinci mərtəbədə də yenə mətbəximiz var. Mətbəxin də qarşısı balkondur. İndi balkona da çıxacaq. Buranın da sayanda yuxarıda 5 otaq, 1 mətbəx, aşağıda 4 otaq, 1 mətbəx və böyük dəhliz deyək. Oranı da heç otaq saymırıq, ondan belə. Bu da iri balkonudur, gördüyünüz bax. Düz ev boyu belə balkondur. Balkonda biraz təmirə ehtiyacı var. Bax burada yine de bizim bura həyətimizdir. 10 sotun içindədir, kupçalıdır, qiyməti 300.000 manat. Real alıcı ilə danışmaq olacaq. Sağ olun. Telefon nömrəmiz səhifədə qeyd olunub. 055 843 61 43.